Dünya çempionatına qalan son 30 gün. Səhər oyundan çıxıb çəkiyə baxırıq. Tərəzi yanlış olduğu üçün sabahları görə etmişlər. May ayının 30'unda olan Natural Bodybuilding'in turnirindən yapayızın biraz yüksək olduğundan bu səbəbdən səhər yeməyində karbohidrat yoxdur. Ətdir, yumurtadır, göy-göyərti, xiyar, kağıdır. İndi gəldim işlədiyim zala. Zala daxil olduq, gəldik səhər kardiyosuna. Kardiyodan sonra günün ikinci yeməyi bir dənə flipsidir, biraz enerjimiz olsun, çünki bundan sonra idman atacağıq. Xiyar, çağı, bir də toyuq sinəsi, yenə bir balaca karbohidratlı flipsini alıram. İdmanımızı bitirdik, keçirik indi yeməyimizə. Yenə öncəki kimi bir ədəd flipsi, toyuq sinəsi, kahı, xiyar və bundan sonra da tələbələrimlə məşğul olacağam. Bu arada siz də mənim onlayn və ya əyani hazırlıqlarıma qoşulmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Tez bir zamanda doğru yol və yaxşı bir formaya sahib ola bilərsiniz. Artıq günün 5-ci yeməyini də yeyib və bu dəfə karbohidratsız olaraq yeyib sonlandıracağam. Saat 11-də də zalı bağlayıb gedəcəm evə. Çox atsam ekstra olaraq 4 ədəd yumurta yeyə bilərəm. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Bəyəni və takib ataraq mənə dəstək ola bilərsiniz.